Mingəçevrə gedirik. Mən və möhtəşəm rəngində olan uçmalar gedək görə başımıza nə gəldi o. Kullanılabilecek. Ben bilmiyordum ki baktım. Çok istedi ve yol gelmiş ona göre eynimde yaşadım. Tanımadığım insanlara eynimde otaqda zaten hiç kez tanısaydım biraz murt olabilirdim. Ama zaten biz bir murt tutmağa gelmemişik. Neyse. Fatime Vlog'uma rating. Sabahdan atla getirdim. Bence de. Yani az sevmeyi tövsiye ederim. Geldik tam storat yolduqlar. Mingəçevrdə. Ne düşünürsən? Bugün hakkında bugün yaxşıydı ama biraz yorucuydu. Yol gelmişti. Yol gelmişik ya. Sabah daha yaxşı olacağını düşündüm ben de. İkinci günün səhəri yemək yedik, durduq. Bir şey diyeceğim, həqiqətən insanlar çox israfçı deyir. Qardaşım, niyə yiyəcəksən yeməyi? Qoyma da boş qaba. Heç. Şokoladla yumurtanı bir yerdə yeyirlər. Əsəblər bozuldu ya. Neyse. İndi biraz gezəcəyəm ama hələ də yəni. İndi o şey şəkil düşürəcəksin. Ben onunla dedim əlimə. Kimləri? Video çekirsən? Bu xarab. Bu xarab. Davay. Əldə bir qədər şarab səni əvəz eləyir. Əsrətli xatirələr səni əvəz eləyir. Həm burada reels videolar çəkirəm, həm də ki ilk dəfə teatr rejissoruq edirəm. Bu da ki şəkillər çəkir, fotoqrafımız. Düşürsən, görmürəm ekranı. Əmiyyətim ya, mənim çox yuxum gəlir, biz dünən də özlər. Uşaqlar demədilər, biz getdik mağazaya. Sonra söhbətimiz o qədər maraqlı idi ki və o qədər qızğın söhbət gedirdi ki, biz dönəcəyimiz yerdən dönmədik. Babat qəşəng çox getdik də. Çox getdiyimiz yerdən də mən arxaya baxdım, gördüm ki, bura mənə tanış gəlməyəcək. İşte də mən dedim, bəlkə yuxulayam. Fatimə də dedi ki, bura ora deyil. Fatimə başqa yolla bizi aparmaq istəyirdi. Yaxşı ki, ora getməmişik. Hə, belə danışırıq ki, bura hansı tərəfi hiss edirsən, o tərəfə dönəyik. Neysə, getdik. Amma biz elə azlığımız yoldan ara küçəylə girsəydik, promi otelin qabağına gəlirdik. Belə bir saat belə Mingəçevrə turladıq yəni. Bizim Mingəçevrə at. Tapasıyıq hər yeri. Bir şey yok da ya. Kanka ben içim heyecanlıydı. Çünkü sen kanka ortalıkta. Ay Allah. Dedim sonra azaltayım. Güzel. Gəlinliyi də görmüşük deyirdi ki bu gəlinliyi o gəlinliyi kəsəs verəcəm. O da değilmiş ha bu arada. Sırf bir dənə bunun üçün, biz onun üçün getdik. Neyse akşam gəl. Neçə vaxtdır aktyorlarla məşq eləmirdim ki, bu məşq elədiyimiz insanlar da aktyor deyil. Gözlüyüm sen. Niye oradan çıkmadık ki? Biz ki. Ben de oradan olasın rahat yok. Amma Peləkanla düşmən xanım var. Anne şu yoktu buradan bırakıyorsun değil mi? Dün gecə sözünü dedin mənə. Dedin mənə. Bət.
Dostlar, baseyniyə. Baseyn deyildi bu arada. O yarış havuzuydu. Sən bir cəsarət edib getdin orada üzrə. Mən getdim və sən nə etdin? Heç vaxt 2 metr 10 sm yerdə üzməmişdim də. Maksimum dənizə gedəndə belə mən 1.70-əm. Mən gedirəm tutam ki 1.80 falan da başa düşdün. Amma ayağım yerə dəymir, yenə də üzə bilirəm. Və burada o qədər ləzzətli idi ki, mən prosta belə risk almaqları sevirəm. Götürdüm ortaya doğru getdim, başa düşdün. Dedim bu ortaya gedeyim, ortada dərindir də. İşte gələndə bir dənə kişiyə çəkdim. Sonra bir yarışda qazandım, bir yarışda da dostumuz qazandı, Ramal qazandı. Beləsinə. İndi ciqaram bitib gedirəm ciqara almağa. Yeni məlumatlar var nəsə qeyd. Yox. Bu arada ancaq mənim qeybətimi qıran. Kim mənim qeybətimi qırıbsa, onu gəl mənə danışır bu arada. Bizim Mənim qeybətimiz. haqqımı yeyir. Hə, nə deyirdim? 1 2 Hu! Ha! Hu! Ha! Hu! Mən saatımı götürüb qoydum. Baseyni də hara? Qardıroba. Ramal mənə tələsdirdi ki, saat yadıma düşmədi. İnşallah oradadır. Başladı, cuma geldi, hoşladı. Mən gəldiyə. Bir də bunlara deyirəm gülmək. İşığı yanına çox sinirli. Son günümüz bu haqda nə düşünürsən? Axı Çox xoşbəxtəm. Yəni getdiyim çox xoşbəxtəm. Yuxudan durdum suya. Bakı gözəl şəhər Mehriban diyar. Axır ki gedirəm, otağım üçün darıxmışam, balışım üçün darıxmışam. Buradakı balışlar çox narahat idi. Allahım yarabbim, ya Resulallah. Sadəcə bilsən nə olardı? Bundan sonra bir həftədə evdə dincələrdim, sonra universitetə gedərdim. Ağır olacaq bundan sonra birinci gün dərsə. Ay Allah haqq. Çünki dincələnmədim heç. Mən də. Dincələ bildin? Yox, heç dincələnmədim. Kartıl verdin? Birinci gün. Yox, yəni ki. Evet. Üye birey olacaq. Mən hələ bu videonu indi editləyib bitirdim. Bu arada heç maraqlı bir şey yoxdur ha bu videoda. Prosta ki, elədim də, eləmək istədim, elədim. Həyat da zor, nəysə. Düzümü qırxmışdım, qıraqları, belə gizli bir şeylər yoxlamışdım, nəysə. Heç yaraşmırdı məncə. Bu qədər. Sağ ol. Bura qədər gəlib baxmısan, sən hava olsun, yəni. Bizdən, yəni, qızıl suyuna batırılmış, qazandınız. Kaş əvvəlki kimi belə motivasiyam olardı vlog çəkməyə.